Salam, mən Məmmədov Azər. Bu videoda çoxhədlər və onlar üzərində əməllər mövzusuna aid olan tapşırıqların izahını verəcəm. Səhifə 36. Demək, keçən dəfə biz birhədlilər barədə danışdıq. Yəni, bunlar hər biri birhədlilərdir. 11x kvadratı bir birhədlidir. Sonra 6x birhədli, bir özü birhədlidir. Yəni, bunlar bir yerdə toplanıb çıxılanda olur çoxhədli. İndi çoxhədlisin sərbəst həddini tapın. Sərbəst həddə, yəni ədəddən söhbət gedir də, əmsaldan. Yəni, o sərbəst həddə hansıdır? Bax, bu 5 ilə 1-dir. Bunları da, indi bax, burada necə olacaq? Sərbəst həddin, bu 5-in kubudur, bu da 1-in üstü 70-dir. Onları bir-birinə vuracaq. 5-in kubu, bu da 1-in üstü 70. 5-in kubu 125 eləyir. 1-in də üstü neçə olur olsun? 1 eləyir. O da 125. Doğru cavab B variantı olacaq. İkincidə də sərbəst həddini tapın. Burada 11-dir. 11-in kvadratı olacaq. Bunda isə nəyə hasilir? 1-in, yəni bu birislərə ehtiyac yoxdur. Sərbəst həddən söhbət gedir. Bu da 1-in üstü 60. Bunlar da bir-birinə vurulanda 121 vuraq 1, bu da 121 D variantı. Çoxhədlisin dərəcəsini tapın. Çoxhədlinin dərəcəsini nə cür tapırıq? Demək, ən böyüyü hansıdırsa, bu hədlərin üstün qüvvətinin demək, dərəcəsində ən böyüyü hansıdırsa, o çoxhədlinin dərəcəsi sayılır. Bax, indi buradan bu mötərizə üçün çoxhədlilərə baxaq. Bunda 27-dir, bunda 2-dir, 1-dir. Ən böyük hansı olacaq? Əlbəttə 27 olan. Onun da üstü var. 27 vuraq 4. Yəni, x-ü 27-nin üstü 4-də. Bunlar yəni bir-birinə vurulur da. X-ü 27 vuraq 4. Hasillər bir-birinə vurulacaq. Ona görə bunlar elə bir üst-üstə gələcək də. Hasildir axı bunlar. Üstə gələk. Bu x-in üstü 1-dir, üstü 3. 1-i 3-ə vuranda 3. Yəni, 1 vuraq 3. Belə yazaq. Burada kvadratıdır. Onun da kvadratı var. Yəni, üstə gələk 2 vuraq 2. Neçə elədi? 27 dəfə 4-üm. 8, 2 yadda. 4 dəfə 2, 8, 108. Üstə gəl 3, üstə gəl 4. Bu da eləyər 115. C variantı. Lapın hansı qiymətində çoxhəd standart şəklində yazılışında x kvadratının əmsalı 0 olar. İndi x kvadratının əmsalı 0 olması üçün gərək öncə bu mötərizələri bir-birinə vuraq açaq. X-i vuraq buna bərabərdir. X-i vurduq x kvadratına. Oldu x-in kubu. X-i vurduq mənfi 2x-ə. Mənfi 2x-in kvadratı. Sonra x-i vurduq 5-ə. 5x. İndi A-nı vuraq. A-nı x kvadratına vurduq. Üstə gələk. AX kvadratı. Çıxaq 2AX. A-nı vurduq 5-ə. 5A. Bizə indi deyir ki, x kvadratının əmsalı 0 olsun. İndi bərabərdir yazaq. Bu demək x kvadratı və x kubu təkdir. X kvadratı burada bunlar var. Buradan x kvadratını çıxarsaq bu ikisindən. Tərsinə yazardıq. AX kvadrat çıxaq 2x kvadratdır da elə bir ki. Yəni, üstə gələk, x kvadratını çıxarsaq mötərizə xaricində A çıxaq 2 olacaq. Əmsalı bu oldu. A-2. Sonra burada 5x var. Yəni, bunlar önəmli deyil. Bizə maraqlandıran x kvadratdır. Onları olduğu kimi saxlayıram. Üstə gəl 5A. İndi bunu əmsalının 0 olması üçün demək A-2 0 olmalıdır da. 0 olmalıdır ki, əmsalı 0 deyir də, əmsalı 0 olar. Yəni, A-2 bərabər 0 olanda A bərabərdə 2 olar. A-nın 2 qiymətində cavab E variantı. Demək, x kvadratının əmsalı 0 olar. Hansı qiymət sonuçlarının yazılışında x kubun əmsalı 0 olar?
Yəni burada da bura açaq, baxaq görək nə alınır. Bərabərdir. X-i vurduq x kubuna, x-i 4 elədi. X-i vurduq 2x kvadratla minus 2x kubu eləyər. X-i 5x-ə vursaq, üstə gələk 5x kvadrat elədi. Sonra A-nı vuraq. Mənfi ax kubu. Sonra A-nı vurduq mənfi 2x kvadratına. Mənfi 2ax kvadrat, yox, mənfi yox, mənfi A, mənfi 2x, ona müsbət olacaq bu. Sonra mənfi A-nın müsbət 5x-ə vuranda mənfi 5ax olacaq. Bizim maraqlandıran, bax, bu x kubunun əmsalı 0 olar. Bax, bunlardır. Onların qarşısı, demək, belə eləyək də, x-i bərabərdir, x-i 4-ü saxladım burada. Hər ikisində x kubu var. Mənfi x kubunu çıxarsan mötərizə xaricində olacaq nə? 2 üstə gələk A. Sonra gəlir 5x kvadrat qalıb orada. Sonra plus 2ax kvadrat qalıb minus 5ax. Demək, x kubunun əmsalı 0 olsun. Yəni 2 plus A 0 olması üçün demək, A plus 2 bərabərdir 0. Demək, A bərabərdir mənfi 2. A-nın mənfi 2 qiymətində, o da C variantı. X kubunun əmsalı 0 olar. İfadəsini sadələşdirmək üçün yerə mötərizələrə vurula bunlar. Bərabərdir. Bir vuraq. 5x x-ə vurduq. Oldu nə? Bərabərdir. Oldu 5x kvadrat. 5x y-ə vurdum. 5x y. 5x z-ə vurdum. 5x z. Çıxaq 5y ya xy. xy və ya yx eyni şeydir. Mənfi 5y-in mənfi y-ə vuranda plus 5y-in kvadratı mənfi 5y-in mənfi z-ə vuranda plus 5y-z. Sonra indi 5z-i vuraq. Mənfidir qarşısında işarələr dəyişəcək. Mənfi 5z-i x-ə vursaq mənfi xz yazacaq. Mənfi 5xz. Sonra mənfi 5z-i müsbət y-ə vuranda mənfi 5yz. Bu da plus, ikisi də mənfi olduğu üçün plus olacaq, 5z kvadrat bərabərdir. Görək, islah olanları aparaq. 5xy ilə 5xy getdi. 5yz ilə 5yz getdi. 5xyz ilə 5xz də getdi. Qaldı, bax, bunlar 5x kvadrat, 5y kvadrat, 5z kvadrat. Bunlardan da 5-i çıxardaram mötərizə xaricinə. X kvadrat plus y kvadrat plus z kvadrat. O da hansı cavabdır? A variantı olacaq. Doğru. Bu da eyni tipli misaldır. Vuraq mötərizələrə 2a kvadratı üstə gələk 2ab minus 2ac minus 2ab mənfi 2b-ni mənfi b-yə vursaq müsbət 2b kvadratı. Bu da müsbət eləyəcək. Üstə gələk 2bc üstə gələk 2ac 2bc mənfi 2bc. Bu da müsbət 2c kvadrat bərabərdir. Demək, 2ab ilə 2ab getdi. 2ac burada müsbətdir, burada mənfidir. O da getdi. 2bc ilə biri müsbət, biri mənfi. Onlar da getdi. Yenə bayaqki kimi 2-lər var qarşısında. 2-ni çıxardıram. Mötərizə xaricinə b kvadrat plus c kvadrat. 2 vuraq. Hansıdır o? Bu da d olar, yəqin ki. 8-də çox adresi ilə bilən dərəcələri hasilini tapın. İndi burada dərəcələrə baxın. Dedi ki, çox adlinin dərəcəsi hər bir hədliyə
hər bir hədliyə ayrı-ayrılıqda baxırıq. Bax, burada, yəni görür ki, dərəcə 4-dür. Burada 4-dür. Burada da b-nin kvadratının kvadratı 4 olacaq. Burada 1 də 2 toplanırdı, hasil olduğu üçün toplanır. 3-dür. Demək, dərəcə 4-dür. Dərəcə 4-dür. Bunun dərəcəsi, İndi bunun dərəcəsinə baxaq. Qüvvətin qüvvəti olanda, yəni onlar bir-birinə vurulur da. 2 vurulur 3-ə. A-nın üstü neçə olacaq? Yəni A-nın üstü olacaq 2 vuraq 3 vuraq 3. Yəni A üstü 18. Bizə nə deyir? Dərəcələri hasilini tapın. Yəni bunun dərəcəsi 4-dür. Bu ifadənin dərəcəsi 18-dir. Demək 4-ü 18-ə vuracaq. O da eləyər 72 A. Çox həcmi dərəcələri hasil tam. Yenə ayrı-ayrılıqda hədlərə ayrı-ayrılıqda baxırıq bir hədlilərə. Burada 6-dır, burada 5-dir. 4 2 toplandı. Yəni hasil olanda üstləri toplanır. 6-dır. Burada 2 qüvvətin qüvvəti 2 3 6-dır. Demək bəlli oldu ki, bunun dərəcəsi 6-dır. Bunun dərəcəsinə baxaq. 2 vuraq 2 vuraq 3 qüvvətin qüvvətə. Yəni o digərləri bizə önəmli deyil. Dərəcələrindən söhbət gedir. Yəni 2, 4, 12 eləyər. Demək bunların hasilini soruşursa 6 vuraq 12. Bunun ifadənin demək dərəcəsi 6-dır. Bununki 12-dir. Hasili eləyəcək 72 E. B hasil qiymətinə çox hədisinin dərəcəsi 3 olar. Onun üçün mötərizələri açaq və islah aparaq ya eyniləri bir mötərizəyə gətirək. Bax, yazdıq. Bx üstü 4 üstə elə a 6x kvadrat mötərizəni atıram. Bunun da qarşısında müsbət ilə olduğu kimi yazıram. 3x üstü 4 mənfi olsaydı işarələr dəyişərdi. Minus 2x kubu minus x minus 1 dərəcəsi 3 olar. Dərəcəsi 3 olması üçün bu x 4-dər itməlidir. Yəni buradan x üstü 4-ü çıxarsam mötərizə xaricinə, burada bununla bu ikisində də olacaq b plus 3. Sonra qaldı nə? 6x kvadrat. Bu sonra bunları götürmüşəm. 6x kvadrat. Sonra 2x kubu var burada. Minus x var. Mənfi 1 ilə mənfi 1-dən mənfi 2 eləyir. Bu 0 olması üçün, yəni 3 olması üçün bu çox hədlinin. Bu x-də 4 yoxa çıxmalıdır. Yəni b plus 3 0 olmalıdır ki, bunu 0-a verəndə x-də 4 bu 0 olacaq da. Yəni onda dərəcəsi 3 olacaq. Çünki bu ən böyüyünü götürürük axı. B plus 3 bərabərdir 0, B bərabərdir mənfi 3. B-nin mənfi 3 qiymətində demək bu çox hədlinin dərəcəsi 3 olar. Hansı kimi çoxun dərəcəsi 3 olar? Bu da eyni tipli misaldır. 2 mötərizələri atıram. 3x kvadrat. Mötərizələri açmağa burada maneə yoxdur. Burada mənfi olduğu üçün bütün işarələr dəyişəcək. Minus bx 4 plus yox, minus 4x kubu minus 2x kvadratı plus 1 bərabərdir. Demək, dərəcəsi yenə 3 olsun. Dərəcəsi 3 olması üçün bu x-də 4-lər itməli. Onları bir yerdə yazaq. Yəni, x-də 4-ü mötərizə xaricinə çıxardaq. 2 çıxaq b olacaq. Qalanların yazırıq. 3x kvadrat minus 4x kubu sonra minus 2 kvadratları ilə toplayardıq da. Minus 3 bu da 5 elə bir dəfəlik 5 yazıram bura. 5x kvadrat. 1 plus 2 olacaq. Yəni, bunlar onsuz da bizim üçün önəmli deyil. Yəni, dərəcəsi 3 olması üçün demək, bu itəcək. Onda 2 minus b 0 olmalıdır. Buradan da b bərabərdir 2-yə. C.
Çoxadın standart şəklində yazılışındakı əmsalların hasilini deyir tapın. Yenə bunu yazaq. Əmsallarının hasilini tapın. Standart şəkildə yazaq. 2x kubun mötərizələri götürək. Sonra çıxaq, toplayaq. Eyniləri 4x kvadrat plus 6x minus 1. Demək, işarələr dəyişəcək mötərizəni atıramsa. Minus 3x kubu plus 8x kvadratı plus 2x bərabərdir. 2x kubu burada, mənfi 3x kubu burada. Bunlar demək olacaq neçə? Mənfi x kubu. Standart şəkildə yazıram da. Sonra mənfi 4x kvadrat burada, 8x kvadrat burada eləyər, müsbət 4x kvadrat. 6x bu, 2x bu, 8x. Mənfi 1, bir dənə hədd odur, minus mənfi 1. Vəssalam, bu standart şəkildədir. Əmsallar deyirsə, x-in yanındakı ədədlərdən söhbət gedir. Yəni, bu mənfi 1-dir. Hasiliniz deyir də tapın. Bu mənfi 1, vuraq 4, vuraq, bu birisində də 8-dir. 8, bu da elə. Buna diqqət yetirmək lazım ki, yəni mənfi 1 özü elə bir əmsaldır. Yəni, o da var orada. Mənfi 1-ə yəni vursaq, olacaq neçə? Müsbət 32. B variantı doğru olacaq. Çoxhanəlisinin standart şəkildə yazılışındakı əmsalların hasilini tapın. Yenə mötərizələri götürək. 3x kubu minus 4x kvadratı plus 7x. İşarələr dəyişər. Mötərizəni atırıqsa 2 kubu minus 6x kvadrat plus 2x plus 12 bərabərdir. 3x kubu ilə mənfi 2x kubu, müsbət x kubu olacaq. Bir dənə 1, bir dənə x kubu da. Mənfi 4x kvadratı ilə mənfi 6x kvadrat, mənfi 10x kvadrat. Sonra 7x ilə 2x, 9x müsbət. Sonra burada da bir də 12 var. Yəni, nəzərinizə çatdırım ki, 12 də əmsal sayılır. Yazılışın əmsalların hasilini tapın. İndi nə əmsal var? Burada 1-dir. Sonra mənfi 10-dur. Sonra 9-dur. Sonra 12-dir. Burada eləyir neçə? 9 dəfə 12, 96. Onda ona vursaq 960. Və belə 108-i daha 108. Ona vursaq 1080. Özdə mənfi. Mənfi 1080. E doğru olacaq. A və B parametrlərin hansı qiymətlərində çoxhədisinin standart şəklində x kubə, x kvadrat bir hədlərinin əmsalları 0 olar. Onu ilk öncə mötərizələri bir-birinə vuraq. X kvadratı vurduq x kubuna. Oldu x üstü 5. X kvadratını buna vuraq. Olacaq ax üstü 4. Müsbət özdə. X kvadratını buna vursaq 2x kubu. Sonra x kvadratını 1-ə vursaq x kvadrat. İndi mənfi b-ni vuraq bura. Mənfi b x kubu. Mənfi ab x kvadratı. Sonra mənfi b-ni 2x-ə vursaq, mənfi 2bx, mənfi b-ni 1-ə vursaq, minus b. Demək, bunu standart hala gətirək, bərabərdir. Görə x üstü 5 varmı? Yoxdur. Demək, yazırıq nə? X üstü 5-i yazdıq. X üstü 4 bundan başqa varmı? Yoxdur. Sinus ax üstü 4. Standart hala gətirək. Sonra x kublarına baxaq. Biri buradadır, biri burada. Neyinirik? X kubunu çıxarsaq mötərizə xaricinə. Qalacaq 2 çıxaq 1. Əmsalı oldu bu.
x kvadrat biri buradadır, biri də burada. Orada demək x kvadratını çıxarsaq mötərizə xaricinə qalacaq nə? Bunun yerində 1, bunun yerində AB. Sonra qaldı x var idi bu tərəfdə, yoxdur. Bir dənə 2bx var. Minus 2bx minus b. Deyir ki, indi çox ədlidir də, bu standart şəkildə yazılmış. Gətirdik x kvadrat bir hədlə əmsalları 0 olar. A və b hansı qiymətində? X kubu bax budur. Yəni 2 minus b bərabər 0 olması üçün bunun əmsalı 2 minus b 0 olmalıdır. Əmsalı elə budur. Buradan b bərabərdir 2. B-ni 2 tapdıq. X kvadratı 1 minus ab, yəni bu əmsalı budur. 0 olmalıdır. 0 olması üçün də b bilirik ki 2-dir. Yəni 1 minus 2a bərabərdir 0. Demək 2a bərabərdir 1. A bərabərdir 2-də 1. Yəni b 2 oldu, a 2-də 1 oldu. Yaxud 0,5 oldu. 0,5 2-də 2 hansıdır? D-yə oxşuyur. Hansı bir hədlə əmsalları 1 olar deyir. 1. Bu dəfə 0-a yox, 1-ə bərabər eləyəcək. Bu, həmin x-4 ilə x kubunun əmsallarını. İlk öncə bunu vurub açaq, standart şəklə gətirək. AX-i vurduq 2x kubuna. Oldu 2a, x üstü kubdur, bu da üstü 1-dir də, eləyəcək 4. Sonra AX-i vurduq bx kvadratına, üstə gələk AB x-in kubu. AX-i vurduq minus 2x-ə, mənfi 2x-ə 2ax kvadratı oldu. Sonra AX-i 1-ə vursaq elə 1ax olacaq. İndi mənfi 6-nı vuraq buna, minus 6 yox, mənfi 6-nı 2x kubuna vursaq, mənfi 12 olacaq. Mənfi 12 x kubu olacaq. Mənfi 6-nı buna vursaq, mənfi 6bx kvadrat olacaq. Mənfi 6-nı buna vursaq, müsbət olacaq. Demək, 12x. Mənfi 6-nı 1-ə vursaq, elə mənfi 6 eləyəcək. İndi bunun standart hala. İndi bax, x-4 bir dənə budur. Elə olduğu ikimiz onu saxlayaq. 2ax-4, bunu yazdıq. Bunu yazdıq. AB x kubu, bir də burada biri var. Bunlardan x kubunu çıxarsaq mötərizə xaricinə qalacaq nə? Burada AB qalır. Bunda minus 12 qalır. Sonra indi onlar da getdi. Bax 2ax kvadrat burada, 6bx kvadrat burada. Mənfi 2x kvadratını mənfi 2x kvadratını çıxarsaq mötərizə xaricinə qalacaq nə? A, burada A qalır. Burada isə 3B qalacaq. Plus 3B. Mənfini çıxartmışıq da. Plus 3B. Yəni, vuranda ikisi də mənfi olur. X kvadratları da yazdım. Qaldı nə? AX, bir də 12x. Bunlardan da x-i çıxartsam mötərizə xaricinə. A üstə gələk 12 olacaq. Bir də ki, bir dənə ilə əmsal, sərbəst hədd. Buna sərbəst hədd deyirlər, yəni mənfi 6-dır. İndi x-4, x kubu, x-4 əmsalları 1 olsun. Yəni 2a 1-ə bərabər olsun. Onda a nəyə bərabərdir? 2-də 1-ə və yaxud 0,5-ə. A-nı tapdıq. Bir də x kubunun əmsallarını. X kubunun əmsalı da budur. Yəni AB minus 12 bərabərdir 1 olmalıdır. Əmsalları 1 olsun deyir. Onda A 2-də 1-dir. 2-də 1 B bərabərdir. 12-ni sağa keçsəm 13 olacaq. 2 13-ə çarpı, hər tərəfi 2-yə vursaq B bərabər olacaq 26-ya. 0,5 və 26 15-də A olar. İfadələrində hansılar çox hədlidir? Çox hədliyə baxırıq.
Demək, məxrəcdən aşağıda bu hədd varsa, qüvvət üstü dəyişən varsa, demək o çox hədli deyil. Yəni, bunu sürətə qaldırsaq, A üstü mənfi 2 olur, amma qüvvət nə olmalıdır? Natural ədəd olmalı. Demək, bu çox hədli deyil. Hansılar çox hədlidir. Bu bizim cavabımız deyil. Burada baxırıq, hamısı sürətdədir və üstləri də naturaldır. Yəni, əmsal ola bilər, əmsal kəsr ifadəsi ola bilər. Yəni, o bizim işimizə, bu 2 demək çox hədlidir. Baxaq, görək, hamısı sürətdədir və A, B-lər, yəni hamısı sürətdədir. Bunların yəni kəsirlərin olması bizim demək normal, bu da demək çox hədlidir. Sonra burada isə görürük ki, B düşüb kəsrin məxrəcinə, B üstü mənfi 1 edir də. Bu bizim demək çox hədli deyil. Bu da ki, yəni görürük ki, hamısı sürətdədir, bu da çox hədlidir. Yəni 1, 2, 3, 5 olan 2, 3, 5 A variantı olacaq. Bir hədlisinin dərəcəsi 19, bir hədlisinin dərəcəsi 5 olarsa, dərəcəsini tapın. Yəni, M1-in dərəcəsi 19-dur. Mən ümumi götürürəm də, yəni burada indi bu M-ə aiddir, A, B üstü, nə bilim, nələrsə falan. Bu çıxılsın, M2-dəki 5-dir. Yəni, hər biri çox hədlidir də bunlar. Dərəcələri böyük olan bu M1 fərqin də yəni dərəcəsidir. Yəni 19 elə M1 minus M2 çox hədlisinin dərəcəsini göstərir. Bir hədlinin dərəcəsi 13, bir hədlinin dərəcəsi 8 olarsa, bunların cəmi, yəni cəm olanda, ya fərq olanda fərqi yoxdur. Bunlar üstləri cəmlənmir. Böyük olanı götürürük. Bu 13-dür, bu da 8-dir. Böyük olan 13-dür. Demək, 13 bu cəmin elə cəm çox hədlisinin dərəcəsini göstərir. 13 demək, 18-də 13 olacaq cavab. M çox hədlisinin dərəcəsi 7-dir. N çox hədlisinin dərəcəsi 9 olarsa, çox hədlisinin dərəcəsini tapın. İlk öncə bunları kvadrata yüksəldib, sonra M-ə vuraq. Görək nə alınır. Demək, mötərizəni açsaq, hələ mötərizənin içində, yəni M kvadrat, kvadrata yüksəlsə 2M-in üstə gələk N kvadrat, vuraq M. İndi M-i vuraq mötərizəyə, M kubu çıxaq 2 M kvadratı N üstə gələk N kvadratı N kvadratı N bərabərdir. Bərabərdir yox, yəni bax burada M çox hədlisinin dərəcəsi 7-dir. Yəni M-i bir əvəzləyək, misal üçün A-la. Yəni A üstü 7-dir də, misal üçün. N-dəki neçə? 9-da dərəcəsi. B üstü 9. Bax, indi burada bərabərdir yazsaq. M-in əvəzinə yazdıq. A üstü 7-nin kubu çıxaq 2 vurulsun. M-in əvəzinə yazaq. A üstü 7-nin kvadratı N-dəki B üstü 9-dur. Üstə gələk. N-in əvəzinə yazaq. Demək, B-in üstü 9-un kvadratı N-dəki A üstü 7-dir. Bərabərdir. Üstə, indi A üstü 21 bu oldu. İndi ayrı-ayrı hədlərə baxacaq, görək hansı böyükdür də. 14, yəni 2, A üstü 14, B üstü 9. Üstə gələk, bu 18, B üstü 18, A üstü 7. İndi baxaq, burada 21-dir. Dərəcə, ən böyüyü 21-dir. Burada böyüyü deyəndə 21-dir. 14 ilə 9, 13-dür burada. 18 ilə 7, 25-dir. Demək, dərəcəsi neçə olacaq? Böyük olanda 25, çox hədlinin dərəcəsi 25-ə bərabərdir.
P çox azın dərəcəsi 4, Q çox azın dərəcəsi 10 olarsa, dərəcəsini tapın. İlk öncə bunu vuraq açaq. Demək, kvadrata yüksəlsək, P kvadrat çıxaq 2PQ üstə gələk Q kvadrat. Vuraq Q bərabərdir. Q-nu vuraq mötərizəyə P kvadrat Q çıxaq 2PQ üstə gələk PQ-nü Q-ya vursaq Q-nün kvadratı olacaq. Bu da Q kubu olacaq. Q kubu. İndi bax, deyir P çox adlısının dərəcəsi 4-dür. Yəni P çox adlısını A üstü 4 ilə əvəzləyək. Q-nü isə B üstü 10-da, dərəcəsi 10-dur deyir. 10 ilə əvəzləyək. Bərabərdir. P-nin yerinə A üstü 4 yazıram. Bunun kvadratı. Q-nün də yerinə B üstü 10. Çıxaq 2 vurulsun. A üstü 4. Q kvadratı, yəni B üstü 10-un kvadratı. Üstə gələk. Q demək neçədir? B üstü 10-dur. Kubu. Bərabərdir. Bərabərdir deyəndə bunun hələ bərabərdir. Bu A üstü 8 elədir. Qüvvətin qüvvətə bir-birinə vurulur. B üstü 10. Çıxaq 2 A üstü 4. B üstü 20. Üstə gələk. B üstü 30. Bunlar hər biri ayrı-ayrı da bir hədlilərdir. Onların dərəcələrinə baxaq. Ən böyüyünü seçəcək. 8 ilə üstlər toplanır da, hasil olanda. Demək 18 buradadır. 24 budur. 30 budur. Demək elə bizim ən böyüyü bizim çox hədlinin dərəcəsi olacaq. O da 30-dur. Bərabərliyindən AB hasilini tapın. Neynəyək? Bunları bir-birinə vuraq görək nə alınır. Bax, A vurduq mötərizəyə. AB çıxaq 4A. B-ni vuraq mötərizəyə. AB çıxaq 4B. İndi bunları bir-birinə vuraq. A öncə bunların ikisinə vurulur. AB çıxaq 4A. Mənfi 4B-yə vurulur. Mənfi 4B müsbət 16. Mənfi 4-ü mənfi 4-ə vuranda müsbət 16 eləyir. Bax, burada da mənfi 4-adır, burada da mənfi 4-a. Bunları silək, sadələşsin. Bax, burada AB-nin biri ilə bu AB, bu getdi. 4B ikisi də mənfidir. Yəni, sol və sağ tərəfində eyni işarəlilər varsa, onlar islah olur. 4B, 4B. Qaldı nə? AB 16-ya bərabərdir. AB hasilini tapın, o da 16-dır. Bu da eyni tipli, sadə bərabərlikdir. AB üstə gələk 4A vurduq. Üstə gələk AB, üstə gələk 4B bərabərdir. Bunlar da bir-birinə vuraq. AB üstə gələk 4 A-nı 4-ə vuruq da, 4A, sonra 4-ü vuruq bunlar ikisinə. 4B üstə gələk 16. İşarələri bərabərliyin sol və sağ tərəfində olanları islah eləyək. Bax, 4A burada da müsbətdir, burada da. Biri mənfi müsbət olanda onlar toplanacaq. AB-nin bax, biri ilə ikisi də müsbətdir. Bax, biri bu gedir. 4B burada da var, burada da var, getdi. AB nəyə bərabərdir? O da 16-ya bərabərdir. Çoxanın dərəcəyə uyğun olaraq 2 və 5 olarsa, dərəcəsinin deyir, tapın. Tutaq ki, bax, M-i 1-i biz deyir ki, dərəcəsi 2-dir də, A kvadratı ilə əvəzləsək, M2-ni də B üstü 5 olarsa, uyğun olaraq, yəni B üstü 5-dir. Qoyaq yerinə yazaq, yəni M1 A kvadratı üstə gələk, B üstü 5-in üstü 6. Yəni, maksimum burada nə alınacaq? A-nın neçə olacaq? A üstü 12 olacaq. A-nın ən böyük aldığı dərəcə. Bu, B-nin aldığı ən böyük dərəcə isə 5-i 6-ya vursaq 30. Demək, ən böyüyün götürəcək də, dərəcəsini tapın. Demək, 30-dur da elə. Yəni, böyük olan
23'də 30 olacaq cavab. Uyğun olaraq budur. Yəni burada da M1-i A üstü 3 ilə dərəcəsi uyğun olaraq verib. A üstü 3 ilə əvəzləyək. M2-ni də 5 ilə. Yəni B üstü 5 ilə. Bu ifadədə M2-nin yerinə B üstü 5 yazıram. M1-in yerinə. Burada minus, plus fərqi yoxdur. A kubu yazıram 7. Demək, maksimum ala biləcəyi dərəcələr. B-nin üzərində ən böyük, yəni 5 dəfə 7 mi eləyəcək? Neçə? 35. Burada isə A üstü 21 olacaqdır. A üstü 21. Yəni biz dərəcədən söhbət gedir də. Burada hesablamadan söhbət getmir. Binanı həll eləmirik. Yəni burada demək 35 bizim demək çoxhəllinin dərəcəsi olacaq. Çoxhəllisinin dərəcəsi 90-a bərabər olarsa n-i tapın. Demək 90-a bərabər olması üçün demək bu hədlərdən birin həddi ən böyüyü 90 olmalı. İndi bir-bir gərək yoxlayaq. Bu n plus 3 maksimum alacağı 5n plus 3-dür də. Yəni n plus 3 üstü 5, yəni bu vurulur da buna. Bu 90 olmalıdır ki, ya bu ya da ki bu birisi də bax bu 90 olmalıdır. İndi buradan 5-ə ixtisarləsəm n plus 3 bərabərdir 18, n bərabərdir 15. Bax, indi bu n-i 15-i gətirib burada yerinə qoysaq, x üstü 45 olacaq. Onun da üstü 5, yəni 90-dan böyük olur. Yəni dərəcəsi 90 olmur. Demək, bu m 15 olmayacaq. İndi bu 3-ə baxırıq. 3n bərabərdir 5, o da 5-ə də vurulur da. Bunun da üstü 5-dir. Maksimum alacağı, dərəcənin maksimum alacağı bu həddə, bu bir hədlidə. Demək, 90 yazsam 15 eləyir də. M bərabərdir 90 bölək 15. O da M bərabərdir 6-ya. 6 olanda bu 18 olanda 90 oldu. Yaxşı, indi bunu yoxlayaq. 6 olanda x üstü 9, bu da 45. Yəni 45, burada bu həddə 45-dir, burada 90-dır. Demək, bu kiçik olduğu üçün dərəcə 90 seçəcəklər. Demək, n 6 olanda n tapın, n elə 6-dır yəni. Dərəcəsi 44-ə bərabər olarsa n-i tapın. Burada da bax, 3n minus 1-in üstü 4. Yəni 4 vuraq, qüvvətin qüvvətədir də. Ən böyüyü 44 olmalıdır. 4-ə ixtisarləsə 3n minus 10 bərabərdir 11 olacaq. 3n bərabər 10-u sağa keçirdim 21, n bərabərdir 3-ə bölsəm 7. Yəni n 7 oldu. İndi 7-ni burada qoyaq yerinə 13 eləyirmi? 13-ü də 4-ə vuranda 52 eləyir. Demək, bunun dərəcəsi 44 olmur da, 52 olur. Buna görə bu bizim cavabı olmayacaq. İndi bunu n plus 6-nı 4-ə vuraq, 4 vuraq n plus 6, demək 44 olmalıdır. 4-ə ixtisarlədik, 11 qaldı. N bərabərdir 11 çıxaq 6, n bərabərdir 5. Qoyaq yerinə, bax burada 11 oldu, hə? 11 üstü 4, 44. Burada 5-i qoysaq, 15 çıxaq 10, 5. 5-in üstü 4, 20. O kiçikdir, yəni 44-dən kiçikdir. Demək, dərəcə n-in demək 5 qiymətində bu çoxhədlinin dərəcəsi 44 olur. Çoxhəllinin dərəcəsi ilə sərbəst həddinin cəmini tapın. İlk öncə bunu nə edərik? Bizə ehtiyac yoxdur bunları bir-birinə vuraq, ya heç eləyə də bilməyəcəyik. Daha böyük olanı, yəni görür ki, bu həddə x-in dərəcəsi daha böyükdür. Onun üstünə qüvvəti də var da, yəni x üstü 7-nin üstü 12-dir. Bu da eləyir x üstü neçə? 84. Burada 84-dür. Burada isə demək x kvadrat 3 neçə eləyir? X üstü
Yəni buna ehtiyac yoxdur, bu kiçikdir. Bu onun dərəcəsinə təsir eləməyəcək. Amma bu biri yəni mötərizəni də gərək. Baxaq, hasil olanda onların üstləri toplanacaq. X kvadrat bir də 3. Bu neçə elədi? Demək, x üstü 6 da, yəni qüvvətin qüvvətə də 2 vuraq 3, yəni 6. Bunu da üstləri də toplayarıq, x üstü 90 oldu. Demək, dərəcə neçə oldu? Dərəcə 90 oldu. İndi sərbəst həddə bu biri mənfi 1-dir, üstü 12 olsa, mənfi 1 yox, 1-dir də, üstü 12 qarşısında mənfi var. Daha doğrusu, bu müsbət olacaq da, elə mənfi 1-dir, bəli, mənfi 1-dir, üstü 12, müsbət 1 olacaq. Yəni, mənfi 1-in üstü 12, o da eləyir 1. Bu 1 oldu, 2-nin kubu 8 eləyər. Onlar da bir-birinə vurulacaq. Yəni, digərlərini nəzərə almırıq da. Sərbəst həddən. Sərbəst hədd burada mənfi 1-dir, burada 2-dir. Yəni, 1 vuraq 2-nin kubu, o da eləyər 8. Bu da 8 oldu. Əmsal, demək, sərbəst hədd neçə oldu? 8. Cəmini deyir tapın. 90 plus 8, o da 98 eləyər. Dərəcəsi, baxırıq, x üstü 6 olan daha böyükdür, onu seçək, onun üstü 13. Yəni, x 6-nın üstü 13. Burada da vurulacaq x kvadratı var, onun kubu, yəni x kvadratının kubu. Dərəcəsini müəyyən eləmək istəyirik. 6-nı 13-ə vursa 60, o da 18, 78. X üstü 78, bunda isə x üstü 6. Bir-birinə vurulanda üstləri toplanır, x üstü 84 edir. Yəni, dərəcə oldu 84, dərəcə 84. Sonra sərbəst həddinin cəmini tapın. Bu mənfi 1-dir. Mənfi 1 üstü 13. Eləmi? Vurulacaq 3-ün kubu. 3-ün kubu. Yəni, bu üstü tək olduğu üçün mənfi olacaq. 3-ün kubu da 27 edir. Mənfi 1-i 27-yə vursaq, mənfi 27 eləyəcək. Yəni, əmsal hədd də sərbəst hədd. Neçəyə bərabərdir? Mənfi 27-yə bərabərdir. İndi bunların deyək, cəmini tapın. 84 çıxaq, üstə gələ mənfi 27-də. Bu da çıxılacaq. Eləyər 57 yəqin ki, bəli. Müsbət 57. Cavab 57 oldu. Çoxalı bərabər olarsa, cəmini deyir, tapın. Bərabərdir deyir, yəni və əvəzinə bərabərdir. İndi biz nə edərik? Gəlin bunu bir daha yazaq. 2k x kvadrat plus mx plus 3b minus 18 bərabərdir. 2a minus 6 x kubu plus 6x kvadrat. Bax, burada indi görürük ki, burada x kubu var, burada yoxdur. Burada yoxdur nə deməkdir? Demək, burada da olmamalıdır. Burada da olmaması üçün mötərizənin içi 0 olmalıdır ki, 0-ı x kubuna vuranda bu içsin. Yazaq. Yəni 2a minus 6 bərabər 0 olmalı. 2a bərabərdir 6-ya, a bərabərdir 3-ə. A-nın 3 qiymətini tapdıq. Sonra baxırıq ki, bax, x kvadrat burada, x kvadrat burada. Əmsallar nədir? Bunda 2k'dır. Bərabər olması üçün bunların əmsalları da bir-birinə bərabər olmalıdır. Demək, 6-ya bərabər olmalıdır. 2k, bax, x kvadratının əmsallarına baxıram. 2k 6-ya bərabər olmalıdır ki, buradan da k 3-ə bərabərdir. K-nı da tapdıq, a da bəlli. Sonra, baxaq, x-in, burada x yoxdur. Demək, burada x əmsalı 0-dır da.
M demək nəyə bərabərdir? M 0-a bərabərdir. Sonra baxırıq sərbəst həddə. Sərbəst hədd -18-dir. 3b minus 18 bu ilə sərbəst həddi bildirir. Burada isə yoxdur, 0-dır. Demək, bu 0-a bərabərdir. 3b minus 18 bərabərdir 0. 3b bərabərdir 18. B bərabərdir 6. Demək, biz bütün hamısını, bunlar əmsalları, hədləri tapdıq. A üstəgəl B üstəgəl M üstəgəl K bərabərdir 3 üstəgəl 6 üstəgəl 0 üstəgəl 3. Bu da elədir 12. Cavabımız 12 olar. Bu da eyni tipli misaldır. 3kx kvadrat plus mx plus 4b minus 20 bərabərdir 3a minus 12 bıraq x kubu plus 12x kvadrat. Demək, baxırıq ki, solda x kubu yoxdur. Bərabər olması üçün bu hədlər elə bir ki, solda da olmalı və əmsalları da bərabər olmalı. Və burada bəlkə də var x kubu, ancaq onun əmsalı 0-dır. 0-a vurub bu itib. Yəni, demək, bu da 0 olmalı. 3a minus 12 0 olsa, 3a bərabərdir 12, a bərabərdir 4. A-nı tapdıq. Sonra keçək x kvadratına. Bax, burada da x kvadratı var, burada da. Bunun əmsalı 12-dir, bunda 3k-dır. Demək, bunlar bərabər olmalıdır ki, bərabər olsun. İlk doğru olsun. 3k bərabər 12, k bərabər 3-ə bölsək 4, k 4, sonra mx, burada x var, burada yoxdur. Burada da x olmalıdır ki, bərabər olsun. Amma bunun əmsalı 0-dır. Demək, m də 0-a bərabərdir. Sərbəst həddimiz burada 4b minus 20-dir. 4b minus 20, yəni görür ki, burada yoxdur, demək 0-dır da sərbəst hədd. Demək, 4b minus 20 0-a bərabər olmalı. 4b bərabər 20, b bərabər 5. Bunların cəmini soruşur. A üstəgəl b üstəgəl m üstəgəl k bərabərdir 4 üstəgəl 5 üstəgəl 0 üstəgəl 4. Bu deyir 13. 30'da 13 oldu. K-nın hansı qiymətində demək, çoxəllisinin dərəcəsi ən kiçik olar. Belə eləyək. Bax, götürək birinci bunun dərəcəsi, A-nın dərəcəsini 24 bölək K. Yəni, K bu natural olmalıdır da. Şərt bilir ki, çoxəllilərdə üslü qüvvətlər naturaldır. Natural olması üçün K-nın bölənləri yazır. Yəni, 24-də bölənləri hansılardır? K neçə ola bilər? Yəni, K ola bilər 24, 12, sonra 8, 6, 4, 2, 1. Sonra, bax, burada K minus 2 nə olmalıdır? Yəni, üst sıfırdan böyük olmalıdır. 0 ola bilməz. 0 olsa, yəni bu 2-dir. Yəni, K minus 2 sıfırdan böyük olur. K 2-dən böyük olmalı. Yəni, 1, 2 bura qəbul eləmirik. Bu birisinə baxaq, 7 minus K. O da sıfırdan böyük olmalıdır da. Burada K kiçikdir 7-dən. Aha, 7-dən kiçikdirsə, bu 24-ün də üstünə xət çəkər. 12-nin də 8-in də. 6, 4. Qoyaq yerinə görək, dərəcəsi kiçik olan hansıdır? 6 qoysaq, A üstü 4 alacaq. 2A üstü 4. 6-dan 2 çıxaq 5. B üstü 4. Bir dəqiqə, B üstü 4. Üstə gələk, 6 qoysaq, 3C. Yəni, dərəcə neçə oldu? 4. Bunun dərəcəsi. İndi 4-ü qoysaq, görək nə alınır. 2A üstü, 4-ü qoysaq 6 olacaq da. Ona görə o bizim heç həllimizin digər ehtiyacı yoxdur. Digərinin əmsalı 6 olur. Bizə kiçik olan lazımdır. Demək, K-nın hansı qiymətində? K-nın demək,
6 qiymətində də, 6 qiymətində. K bərabərdir 6. Yəni K 6 olanda onun dərəcəsi 4 olur. K 4 olanda dərəcəsi 6 olur. Bizə dərəcəsi kiçik olan lazımdır. O da K-nın 6 qiymətində olur. Cavabımız 6 olur. K-nın hansı qiymətində çoxlu dərəcəsi ən kiçik olar? Bu da eyni tipli misaldır. Baxaq A-nın üstünə 36 bölək K. K-nın ala biləcəyi qiymətlər hansılardır? 36-dır, bölünür də, yəni natural alınır da. 18-dir, 12-dir, 9-dur, 6-dır, 4-dür, 2-dir, 1-dir. Aha, indi baxaq. K-2 nə olmalıdır? Sıfırdan böyük olmalı. Üstü sıfırdan böyük olmalı. K böyük 2-dən. Yəni 1 ilə 2 buradan sildik. Onlar ola bilməz. K-nın qiyməti olmayacaq. Sonra 11 minus K nə olmalıdır? Sıfırdan böyük olmalı. K kiçikdir 11. 11-dən kiçik. Yəni 36 da bizim işimizə yaramır. 18-də 12-də. Qaldı 9, 6, 4. Qoyaq qiymətlərini yerinə yoxlayaq. K 9 olanda demək 3A üstü 4 çıxaq 6 1 9 olsa 7 5 üstü 7 oldu. Üstə gələk 7 vuraq 9 olsa S-nin kvadratı. Yəni dərəcəsi 7 oldu. Bu 1. 1-in yoxladıq. Bunda dərəcə 7 oldu. Görək ondan kiçiklər varmı? K 6 olanda qoyuram yerinə 6 üstü A üstü 6 burada deyəsən biraz kiçik alındı 6-dan 2 4 çıxaq 6 B üstü 4 6 S üstü 5 üstə gəl 7 S üstü 5 burada dərəcəmiz 6 oldu ən böyüyü 6-dır sonra K-nın neçə qiymətində? 4 qiymətini yoxlayırıq. Demək, 3 A üstü 9. Da ehtiyac yoxdur yazmağı. Dərəcə 9-dur. Yəni, bu böyükdür. Bizə kiçik olan lazımdır. O da K-nın 6 qiymətində alır. Cavabımız 6 olacaq. Ətraflı yazılı cavab tələb olunan tapşırıqlar A-nın hansı qiymətində ifadəsi dərəcəsi 5 olan çox hədli olar. Yaxşı, dərəcəsi 5 olan. Gəlin, bu ifadəni də 5-ə bərabər eləyək. Bunu da 5-ə bərabər eləyək. Görək, hər ikisin, bax, birinci götürək bunu, 8, A-1. Yəni, bunlardan biri 5 olmalıdır ki, böyüyü də, yəni, o, çox həllinin dərəcəsi olsun. 5-ə bərabərdir. Çarpaz vursaq bura, yəni 8 bərabərdir, 5 vurulsun A-1. Mötərizəni vuraq açıq, 5-ə çıxaq, 5 bərabər 8, 5A bərabər 13, A bərabər 13 böl 5. Yəni, bu deyil. Bunun dərəcəsi 5 olub. Bu həlli deyil, bu birisinə baxırıq. Yəni, A-4 5 olmalıdır ki, bu çox həllinin dərəcəsi 5 olsun. Onda A bərabər olur 9-a. İndi 9-u qoyaq burada görək bunun yəni həlli mi? 8 A-1, yəni 8 bölək 9 çıxaq 1. Bu da eləyir 8 bölək 8, 1. Yəni 1-ə bərabərdir. Bəli, ikisinin üstü 1 ola bilər. Bəli, demək bizim A-nın hansı qiymətində? A-nın 9 qiymətində bu çox hədlinin dərəcəsi 5 olar. Hansı qiymətin ifadəsi dərəcəsi 5 olan çox hədli olar. Gəlin elə buradan başlayaq. Yaxşı, A-6-nın yəni bunlardan birinin dərəcəsi 5 olmalıdır. 5-ə bərabər eləyək. Hər ikisini yoxlayaq. Demək, A bərabərdir 11. Demək, A 11 olanda yoxlayaq. Görürük ki, bu da olur. Yəni 5 olur. Elə ki, ehtiyac yoxdur. Yəni A-nın 11 qiymətində bu çox hədlinin dərəcəsi 5-dir. Yəni 11-i yerinə qoyuruq, görək ikisi 1 alınır da, bu daha kiçikdir. N hansı qiymətində
Bu çoxhədli və bu çoxhədlilərin dərəcələri bərabərdir. Bax, burada yəni n yoxdur da, məchul yoxdur. Üst qüvvətlərdə məchul yoxdur. Ona görə bu çoxhədlinin qüvvətini müəyyən eləyək ilk öncə. Bax, ayrı-ayrı baxırıq da hədlərə. Bu bir hədlidir, bu da bir hədlidir. İkisi bir yerdə çoxhədlidir. Demək, bunun dərəcəni nətər tapırdıq? Üstlərini toplayırıq da bu AB-nin 12, 6 eləyər neçə? 18. Bunda 18-dir. Burada isə 9, 13 eləyir neçə? 22. Demək, bu çoxhədlinin dərəcəsi 22-dir. Belə 18 budur, 22 bu. Demək, 22-dir bu çoxhədlinin. Bu da 22 olmalıdır ki, bərabər olsun da, dərəcələri bərabərdir deyir. Demək, baxaq görək, bax, bu bir hədliyə baxaq. 18, 2, 20 elədi mi? Demək, 22-dən kiçikdir, deyil. Bax, bu 3, 15. Bu neçə eləyir? 18. Demək, bu ikisinin cəmi 22 eləməlidir ki, bərabər olsun da qüvvətlər. Yəni, 14 plus n. Yəni, 14 plus n bərabərdir 22. n bərabərdir 22 çıxaq 14. n bərabərdir 8. Cavab 8. Çoxhədlərin dərəcələri bərabərdir. Eyni tipli misaldır. Burada baxırıq, ikinci çoxhədliyə baxırıq. Görürük ki, burada məchul yoxdur. Bunun qüvvətini müəyyənləşdirək. 12, 3, 15. Bunda 8, 11, 19. Böyüyünü götürəcək. Demək, bu çoxhədlinin dərəcəsi 19-dur. Bunda da 19 olmalıdır. 2, 15, 17. 7, 9 neçə eləyir? 16. Demək, bu n plus 6 neçə olmalıdır? 19 olmalıdır. Ki, bu çoxhədlinin dərəcəsi 19 olsun. O birisinə bərabər olsun qüvvətləri. n plus 6 bərabər 19, n bərabərdir 13. Burada da demək, bu mövzuya olan tapşırıqların da izahını bitirdik. Sağ olun.